Ramiz şounun ilkin nəticələri və davamı. Əvvəlki yazılarımda bu şounun arxasında ölkənin olan-qalan siyasi institutlarının sıradan çıxarılması planının ola bilməsinə işarə etmişdim. Belə qənaətə gəlmək üçün də yetərincə əsaslar mövcuddur. Əks halda Ramiz Mehdiyevin ətrafında qaldırılmış media tozanağı onun və iddia edilən komandasının sıradan çıxarılması üçün kifayət edərdi. Xüsusilə də kampaniyaya ən yüksək səviyyədə qərar verildiyini nəzərə alsaq. Buna isə ümid edirəm kimsə şübhə etmir. Amma görünən nəticə tam əksinədir və bunu da aşağıdakı faktlar açıq-aydın göstərir. 1. Dövlət çevrilişində ittiham edilən Ramiz Mehdiyevin bu günədək bircə nəfər də tərəfdarı həbs olunmaması. 2. O da bir yana, bu günədək Mehdiyevin ailə üzvlərini çıxmaq şərti ilə bircə nəfər də tərəfdaşı vəzifədən azad edilməyib. 3. Heç bir istintaq və ya məhkəmə qurumu tərəfindən rəsmi məlumat yayılmayıb. 4. Ramiz şou mövzusunda gedən kampaniyadan nadir istisnalarla dövlət rəsmiləri iştirak etmirlər. 5. Şou çərçivəsində səhnəyə çıxanlar müxalifət və psevdo-müxalifət nümayəndələri, bir sıra hallarda da keçmiş məmurlardır. 6. Arxada qalan müddətdə əsasən hədəfə alınan, təhdid olunan və həbs edilən abonent düşərgənin nümayəndələridir. 7. Kampaniya hakimiyyətə bağlı və ya onun təsir altında olan media resurslarında aparılır. 8. Kampaniyanın aparılmasında gündəmə gətirilən mövzuların ardıcıllığı və çərçivəsi hakimiyyət tərəfindən irəli sürülmüş plan üzrə müəyyən edilir. Başqa faktlar da sadalamaq olar, amma düşünürəm ki, bunlar kifayət edir. İndi kampaniya çərçivəsində təqdim edilən mövzuların ardıcıllığına nəzər yetirək. İlkin məlumatda bildirilirdi ki, Ramiz Mehdiyev dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə ittiham olunur və gündəm də bundan ibarət idi. Həmin mərhələdə abonent düşərgənin müzakirələrə qatılması müşahidə olunmurdu. Odur ki, həmin düşərgənin müzakirələrə qatılması məqsədi ilə 2013-cü ilə ekskurs edildi və bunun da nəticəsində əvvəlcə ittihamlar, ardınca da həbslər başladı. Amma həmin fazada da abonent düşərgənin başqa qanadlarını cəlb etmək üçün bir qədər daha uzağa, 1988-93-cü illərə müraciət olundu. Amma bütün ittihamlara rəğmən bu da ümumi mənzərəni əhəmiyyətli dərəcədə dəyişmədi. Onda KGB arxivləri, Agentovu və digər bu kimi mövzularda müzakirələr açıldı. Beləliklə gördüyümüz kimi iqtidar meydançasında, iqtidarın düzənlədiyi oyunda əsasən müxalifət və psevdo-müxalifət oynayır. Sadə həqiqət də ondan ibarətdir ki, başqasının qurduğu oyunda onun diktə etdiyi qaydalarla, üstəlik də onun meydançasında oyuna qol qoymaq elə ilk addımdan məğlubiyyətə uğramaq deməkdir. Oyun isə hələ davam edir. Ona görə ki, sıradan çıxarılması nəzərdə tutulanların hələ ki heç də hamısı ona cəlb olunmayıb. Əksinə, zəiflədilən və sıradan çıxarılanların yerində müvəqqəti boşluq yaranıb. Müvəqqəti yer isə boş qalmır. Deməli, şou da hələ davam edəcək.